Herkese salam, kanalıma ve yeni vloguma hoş gelmişsiniz. Necəsiz qızlar? İnşallah herkesin keyfi əhvalı yerindədir. Sizləri belə bir görüntü ilə salamladığıma görə üzürlü sayın. Amma soyuducunu təmizləmək qərarına gəlmişəm və soyuducudakı bütün ərzaqları çıxartmışam. Bir dənə bu alt mərtəbə qalıb. Soyuducunun bu hissəsində olan qabları artıq qab yana atmışam, yuyulur. Amma bu rəfləri əlimdə yuyub siləcəm. Dedim elə bir vlog başladım sizlər üçün. Burada da mənim xəyal panomdur qızlar. Burada reallaşdırmaq istədiyim bütün hər şeyin şəkillərini çıxartdırıb asmışam bura. İnşallah qismət olar bir çoxu. Burada nədir? Orxideyalarımdır. Pandoram artıq qismət olub. Yoldaşım aldı. Sağlam qidalanma, çəki atma. 60 kilo hədəf çəkimdir. Amma əslində 55 kilo da pis deyil məncə. Hələ bir 60'ı görək, sonra 55'i fikirləşərik. Burada da belə sağlam bir qadındır. Ona fikir verməyin. Sonra MacBook istəyirəm bir dənə. Yəni MacBook Apple firmasına aid bir notebookdur. Montajı falan orada eləmək istəyirəm. Əlbəttə ki, YouTube plaketi, bunu kim istəməz. Allah heç bir kəsin əziyyətini yerdə qoymasın. Kim bundan arzulayırsa, aç. Kim bundan arzulayırsa hamıya qismət olsun. Burada da böyle çoxlu kargolardır. Daha sonra burada nələr var? Afrem ev, yadınızdadırsa yayda istirahətə getmişdik. Elə bir ev arzulayıram. Ağ mətbəx, ortada adam. Və bunlar da belə. Bunu demək olar ki, reallaşdırmışıq. Sadəcə belə havada yox, qarlı bir havada, belə bir mənzərədə şəklimiz var. Yadınızdadırsa Qubaya getmişdik. Həmin orada belə bir mənzərədə gözəl bir şəklimiz var yoldaşımla. Həmin o Quba vlogunun kapaq fotoğrafında da həmin o şəkli yerləşdirmişəm və 2025'dən belə bir şeylər xəyal eləyirəm. İnşallah gerçəkləşər. Bu dağınıqlığa da fikir verməyin. Klokları oraya yığıram. Və belə qızlar. İndi keçək buranı təmizləməyə. Gördüyünüz kimi bərbad vəziyyətdədir. Və başladıq. Deməli qızlar, düşündüm ki, bir tərəfdən həm təmizliyə baxın, həm də ki, Temudan belə bir bağlamam var idi. Onun kargosunu açıram. Ajda üçün ağ-qara, zolaq formada bir paltar almışdım. Raulçik'in də belə bir paltarı var. Kofla şortikdir. Bilmirəm, onu göstərmişəm sizə ya yox. İnşallah tezliklə havalar düzəlsə, elə geyindirib ikisini də dəst şəklində geyindirərəm. Elə əyinlərində göstərərəm sizə. Paltarı bəyəndim. Çox gözəl idi. Orada da endirim kodunu da əlavə elədim sizlərə. Əgər hələ də qeydiyyatdan keçməmsinizsə, mənim linkimdən keçid eləyib 150 manatlıq endirim qazanacaqsınız. 150 manatlıq kupon və əlavə olaraq da endirim kodunu da yazsaz, alış-veriş etdiyiniz zaman 30%lik endirim də əldə edəcəksiniz. Yudum hamısını, yığdım bura. İndi bir qurulayıb yerlərinə yığacağım.
sizə bir məsləhət verim qızlar. Tomatın üzəri kif atıbsa, həmin o yeri götürüb toluyorsunuz zibilə və bunun içərisini belə hamarlayırsınız. Yəni hər tərəfi eyni olur. Sonra da daha uzun ömürlü qalmağını istəyirsinizsə, daha sonra da içərisinə bitki yağı tökürsünüz. Deməli qızlar bu şəkildə eləyib saxlayanda heç vaxt kif atmır, xarab olmur. Mən əlavə olaraq da əgər görsəm ki, çox istifadə eləmirəm, buzluğa da qoyuram. Və qızlar, soyuducum oldu tərtəmiz. İçərisini də yerləşdirdim. Buradakı soklar, qazlı soklardır. Mojito dadında şvepslərdir. Onları mən içmirəm, yoldaşım içir. Mən artıq neçə vaxtdır ki, qazlı su falan içmirəm. Səhər yeməyi üçün aid olan bir çox şeyləri orta hissəyə qoydum. Yuxarıda daha çox bankalardır. Aşağıda isə belə gündəlik işlətdiyimiz yeməklərdən falan qalanlardır. Və lap aşağıda da tərəvəzlər, kahı, xiyar, pomidor, belə gündəlik istifadə olunan ərzaqlar. Burada belə yağ var bankada. Kalinka yağıdır. Onu elə zapasa qoymuşam. Süddür, ayrandır. Bu tərəfdə isə daha çox soslardır. Xardal, mayonez, ketçup, nar şarab, soya sosu, belə skuşon falan. Ən yuxarıda isə dərmanları saxlayıram həmişə. Və belə səliqəmiz də oldu belə. Xalcenikimiz də oldu tərtəmiz. Burayla işim bitdi. Və qızlar biz hazırlaşdıq. Gedirik qaynatamgilə. Mağazaya da girməliyəm. Oradan da sizə vlog çəkəcəm. Qızlar kivi götürdüm və zəncəfil götürdüm. Belə fitnessin atıştırmalıqları var. Bunlardan götürəcəm. Kızım sen ne istiyorsun ya? Xlebçi istəyirəm götürüm. Bu firma xoşuma gəlmişdi keçən dəfə. Belə bunu götürüm. Bir də belə şokoladlar var. Yazılıb ki, şəkərsizdir. İstifadə edənləriniz var. Yorumlarda yazın, maraqlıdır. Mənə də Aşda da götürüb özü üçün şokoladları, sirokları indirimdədir. Burada da bir çox məhsullar endirimdə idi qızlar. Əsl alış-veriş zamanıdır. Diş fırçaları da 1 manata idi. Fikrimdən çıxdı, özümüz üçün də götürüm, atım zapasa. Çünki tez-tez dəyişirik. Elə Ajdanın fırçası yox idi. Keçən dəfə dəyişdim. Dedim alaram təzəsini. Elə görmüşkən Ajdaya götürdüm. Özümüz yaddan çıxdıq. Fırçası da çox yumuşaq fırça idi. Kobud deyildi. Mən kobud fırçaları xoşlamıram. Kraskalar da indirimdədir. Mehmet Efendi artıq neçə vaxtdır ki, endirimə düşmür, elə 3.65'dir. Alıram məcbur. Nescafe də endirimdədir.
5-6 yaşlı qaynatam gilə. İndi isə baxaq görək nələr almışıq. Belə xlebçi götürdüm. Qiyməti dəqiq baxın. Qiyməti 1.75 xlebçinin. Sonra acda belə şokolad götürüb özünə. Belə fitness barlar götürdüm. Bunlar diyetikdir. Bir paçkasında 90 kalori var. Bu sırf şokoladlıdır. Bu isə banan qatqılıdır. Hərəsindən 2 dənə götürdüm. Arada şirniyyat istəyi gələndə yeməyə. Daha sonra belə Prostokvaşinanın sırıqlarını xoşlayır acda. Onun üçün götürdük. Başım belə ayaqqabı üçün kraska istifadə eləyir. Bunun qiyməti də 2.75'dir. Burada 2.75. Ağ ayaqqabıların alt hissəsi, ağ olan ayaqqabıları çox gözəl ağardır. 2 ədəd belə diş fırçası götürdüm acdaya. Hətta 3 dənə götürdüm. Biri mavi, biri çəhrayı, bir də bənövşəyi rəngi olmalı. Sadəcə onu tapa bilmədim. Birazdan çıxar. Sonra belə kivi götürdüm 3 dənə. Detoks suyu hazırlamaq üçün 3 dənəsi 1.90 elədi. Zəncəfil götürdüm. 2.23 eləyib 200 qramdır. Daha sonra belə Bismarck'ın sport piçenyasını götürdüm. Çox dadlı olur bunlardan. Arada şirniyyat istəyə gələndə lazım olur. Belə Mehmet Efendi'nin Türk kahvesini. Bunun da qiyməti 3 manat idi. Əvvəl 2 manat neçəsə qəpik olurdu, amma indi endirimə düşmür. Keçən dəfə də baxmışdım 3.65. Hələ endirimli qiymətə qoyulmuşdu, amma əslində 2 manat 70 neçəsə qəpik olur belə. Burada da bənövşəyi rəng. Bunlar 1 manata idi, 99 qəpiyə. Ona görə elə 2-3 dənə götürdüm. Sonra çift götürdüm. Setka da götürəcəkdim, yadımdan çıxdı. İndi yadıma düşdü setka. Və olmazsa olmaz Sleepy'nin salfetləri endirimə düşmüşdülər 4.99'a. Həmişə 8 manata olurdular, amma bu dəfə gördüm 5 manata düşüb, belə 2 dənə götürdüm. Və bu da belə bizim bazarlığımız. 1 stəkan iç, 2 kilo arıqla. Bu detoksla bədənini təmizlə. Qaba, zəncəfil, doğranmış kivi, petruşka və limon əlavə edirəm. Üzərinə 1 stəkan su töküb blender ilə qarışdırıram. Səhərlər ac qarnına içsəniz təsirini daha tez görəcəksiniz. Və unutmayın ki, gün ərzində ən azı 2 litr su içməlisiniz. Nuş olsun. Artıq vlogumuzun sonuna gəldik. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.